Sufizmdən danışaq. Sufizm İslamın daxili, mistik və sevgi dolu tərəfidir. Əgər İslam zahirdə nə etmək lazımdır deyirsə, sufizm niyə və necə sevmək lazımdır deyir. Gəlin sizə onun həm ruhani, həm də insan psixologiyasına yaxın bir dildə izah edim. Sufilər inanır ki, Tanrıya Allaha çatmağın yolu məhəbbət, təmiz niyyətdən və daxili oyanışdan keçir. Onlar üçün Allaha yaxınlaşmaq sadəcə qaydaları öyrənmək yox, özünüzü və ürəyinizi təmizləmək deməkdir. Sufizm zahiri ibadətdən çox, daxili hal və Tanrı ilə birbaşa əlaqədir. Sufi sözü suf, yəni yun paltar sözündən gəlir. İlk sufilər sadə, təvazökar geyinir, dünya nemətlərindən uzaq dayanırdılar. Amma dərin mənada bu bir daxili təmizlik rəmzidir. Sufilərin məqsədi egodan azad olmaqdır. Sufi insan öz egosundan, yəni nəfsindən azad olmağa çalışır. Onların məqsədi məni aşmaq, bizə və ona, yəni yaradana, Allaha birləşməkdir. Bu yol bir inkişaf kimidir. Məndən başlayır, sənə keçir, biz olur və nəhayət ona birləşir. Bu həm psixoloji baxımdan egonun əriməsi, şuurun genişlənməsi və həyatla bir olmaq deməkdir. Ən məşhur sufi simalar Mövlana Cəlaləddin Rumi, sevgi və birliyin şairi, Hafiz, ilahi sevginin ustası, Yunus İmrə, Nəsimi, Əl-Həllac Mənsur hamısı eyni həqiqətin fərqli dillərdə ifadəsidir. Məsələn, Azərbaycanda olan Diri Baba kimi şəxsiyyətlər də Tanrıya yaxın ruhani diriliyini qoruyan mürşidlərdən sayılıb. Sufizmin psixoloji dərinliyinə baxsaq, sufizm həm də insanın şəxsi transformasiya məktəbidir. O, insanı mərhələlərlə dəyişir. Tənhalıq, səssizliyə çəkilmək və özünü anlamaq, ikinci təslimiyyət, nəzarət istəyi yox olur və üçüncü ərimiş sevgi. Artıq siz sevgisiniz, mən deyə anlayış artıq yoxdur. Bu mərhələlər bir növ ruhani dərinlikdə keçirilən psixoterapiya kimidir.